Herkese salam, videoma xoş gəldiniz. 682 rubrikası adı altında çəkdiyim videoların ikincisi ilə qarşınızdayım. Bugün riyaziyyat haqqında danışacağıq. Bunu qeyd edeyim ki, əvvəlcə mən özüm deməli, buraxılış və blok imtahanlarını bir yerdə ümumilikdə, yəni imtahanlarda 682,5 bal toplamışam. Və indi isə qərar vermişəm ki, bu fənlərə aid Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika və informatika bu 5 fən haqqında ayrı-ayrı videolar çəkim və tövsiyələr verim. Bugün isə sıra riyaziyyatdadır. Birinci videoda fizika haqqında danışmışdım. Deməli, əvvəlcə qeyd edeyim ki, bu video kimlər üçündür? Yəni, bu riyaziyyat videom kimlər üçündür? Bu videom hamı üçündür, belə deyə bilərəm. Həm buraxılış imtahanına hazırlaşanlar üçün, həm də riyaziyyatdan blok imtahanı verəcəklər üçündür. Əgər 4-cü qrup şagirdinizsə, yenə tövsiyə edirəm ki, izləyəsiniz. 3-cü qrupsa yenə tövsiyə edirəm ki, izləyəsiniz. Çünki buraxılışda riyaziyyat verəcəksiniz. Bir-ikisi isə lap tövsiyə edirəm izləməyinizi. Çünki həm buraxılışda, həm də blokda riyaziyyat fənnindən imtahan verəcəksiniz. Nəysə, onda başlayaq və inanıram ki, bu videonu izləsəz, mən artıq bitirmişəm, balımı toplamışam. İndi bundan sonraki şagirdlərə bu videoda tövsiyələr verəcəm ki, yeni hazırlığa başlayanlar nələrə diqqət etsinlər hazırlıq müddətində ki, nəticələri həqiqətən yüksək olsun. Bəs mənim nəticəm nə qədər olub sırf riyaziyyat üzrə? Buralara qoyacağım nəticələrimi. Deməli, məndə buraxılış imtahanında nəticə olub riyaziyyatdan 97,9, blok imtahanında isə maksimum, yəni 30-da 30 olub 100%, 150 bal. Və belə deyək, bu videoda isə danışacağım ki, ətraflı şəkildə məlumat verəcəm ki, bu hazırlıq müddətim necə olub, nələrə diqqət edərək hazırlaşmaq lazımdır, necə yüksək nəticə toplamaq olar və s. Onda gəlin yavaş-yavaş başlayaq. Mən burada başlıqlar hazırlamışam və deməli, bu başlıqlar üzrə məlumat verəcəm, danışacağım haqqında ətraflı bir, məncə yarım saatlıq bir video olacaq. Baxaq, əvvəlcə deməli, nədən başlayaq? Birinci başlığımızdan başlaya bilərik. Riyaziyyat fənni necə öyrənilməlidir, necə öyrənilməlidir? Bir dənə başlamadan əvvəl də bunu da qeyd edeyim ki, videonu bəyənsəz bəyənməyi unutmayın, like işarəsinə basmağı və bir də kanala abunə olmağı da unutmayın, zəhmət olmasa. Elə olduqda mən də həvəslənib digər videoları da tez-tez çəkirəm. Nəysə, başladıq. Birinci başlığımız riyaziyyat fənni necə öyrənilməlidir, necə öyrənilməlidir? Gəlin başlayaq. Deməli, riyaziyyat fənni bilirik ki, önəmli bir fəndir. Elmlərin şahı, elmlərin atası belə ifadələri tez-tez eşidirik və riyaziyyat fənnini öyrənmək buna görə də önəmlidir. Həqiqətən çox önəmlidir. Amma bəzi şagirdlər var ki, hətta bəzi deməyim, əksər şagirdlərin problemli məqamları olur riyaziyyatla. Riyaziyyatla heç cür belə deyək, ulduzları barışmır və riyaziyyatı belə deyək, dərk eləmək, anlamaqda əziyyət çəkən şagirdlər çoxdur. Bəs riyaziyyat fənnini necə öyrənmək lazımdır, necə öyrənməmək lazımdır, yəni nələrə diqqət etməliyik? Gəlin baxaq. Deməli, riyaziyyat fənnini öyrənmək üçün əsas budur ki, həmin fənni sevəsiniz, birinci budur, sevmək lazımdır. Məsələn, riyaziyyatı mən heç cür başa düşmürəm, heç cür öyrənə bilmirəm, bu fənn niyə mənim beynimə girmir, belə deyərək özünüzü motivasiya salıb bu fənni zaten öyrənə bilməyəcəksiniz. Ümumiyyətlə belə deyir, riyaziyyat elmlər arasında ən dəqiqidir, mən bunu deyə bilərəm. Yəni, bütün elmlər var ki, məsələn, dünya üzərində deməyədim, məsələn, məktəb proqramındakı bütün elmlər var ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika, kimya, tarix, coğrafiya, hamısı içərisində mənə görə, bəlkə də belədir, riyaziyyat ən dəqiqidir, yəni, belədir, qutardı, yəni, belə bir fəndir. Məsələn, fizikada da müəyyən müəmmalar var, çünki fizika hələ də inkişaf edən bir elmdir, informatikada da elədir, amma riyaziyyat elə deyil, düzdür, riyaziyyat da inkişaf edir, amma onun dəqiq hissəsi dəqiqdir də, yəni, ona görə demək istəyirəm ki, riyaziyyat fənni həqiqətən çox dəqiq bir fəndir və çox önəmli bir fəndir. Ona görə də bu fənni öyrənmək həqiqətən vacibdir hər bir şagird üçün. Və bu fənni öyrənmək üçün nələrə diqqət etməliyik? Deməli, ilk növbədə yadda saxlayın ki, riyaziyyatı öyrənmək üçün əzbərdən qaçmaq lazımdır. Riyaziyyatla əzbər tam uzaqda bir-birlərinə. Düzdür, çox az hissələr var ki, riyaziyyatda orada əzbər lazım olur, bəzi düsturlar. Əksər düsturlar zaten 99% düsturların çıxarılışı bizim proqramda keçirilir, yəni. 99 və mim əksəriyyəti, yəni çıxarılışı var, yəni. Bəzi düsturlar olur ki, bitkilərin, onlar indi əzbəri, məsələn, Heron düsturudur falan, bunlar indi tək Heron deyil, indi trigonometriya düsturlar falan var, əzbərləmək lazımdır, ona dəyəcəm indi o mövzuya. Amma ümumi olaraq riyaziyyatda əzbər uzaqdır. Yəni, hər şeyi əzbərləməklə riyaziyyat alınmır. Məsələn, ümumiyyətlə də kəsrlər bölməsi olsun, natural ədədlər bölməsi olsun, hər bir bölmənin riyaziyyatda müəyyən bir məntiqi əsasları var və müəyyən məntiqə əsaslanır. Ona görə o məntiqi tutub dərk eləmək lazımdır ki, niyə belədir? Yəni, baxın, niyə sualını verərək öyrənmək lazımdır riyaziyyatı? Məsələn, bu düstur belədir. Niyə belədir? Yəni, bu düstur hardan gəlir? Hansı hallarda mən bu düsturu tətbiq edə bilərəm? Bu, xüsusi hal üçün nəzərdə tutulan düsturdur, yoxsa ümumiyyətlə bütün üç bucaqlara aid bir düsturdur, məsəl üçün. Hər hansı bir düstur görmüsünüz, öyrəndim, keçdim, getdi. Elə olmamalıdır. Nə etməlisiniz? Baxmalısınız, bu düstur nəyi müəyyən eləyir?
Bu düsturdan təyin etmək üçün mənə nələr verilməlidir? Məsələn, üçbucağa aid bir düstur tutaq ki, bu düstur xüsusi üçbucağa aid, yoxsa istənilən üçbucağa mən bunu tətbiq edə bilərəm. Baxın, bu tip yəni analiz edib, düşünüb öyrənməlisiniz. Yəni elə eləsəz, o düstur bir dəfəlik beyninizə yapışacaq, nə zaman istifadə edəcəyinizi biləcəksiniz. Artıq sual çıxanda biləcəksiniz ki, mən bu düsturu qoya bilərəm, yoxsa qoya bilmərəm. Yox, məsələn, bəzi şahidlər olur ki, düsturu əzbərləyib keçib imtahanı deyir ki, bu nəyin düsturu idi görəsən, yadımdadır. Elə olmamalıdır qətiyyən. Ona görə də riyaziyyatda çalışın ki, anlayın, məntiqli tutun, analiz edin. Riyaziyyatda həqiqətən bu çox önəmlidir. O biri fənlər də önəmlidir, amma riyaziyyatda qat-qat önəmlidir. Bu analiz bacarığı həqiqətən çox önəmlidir. Analiz bacarığı nə deməkdir? Yəni sualı belə araşdırmaq belə deyə bilərik də. Bu həqiqətən riyaziyyatda nədir? Daha da vacib bir şeydir. Belə. Yəni riyaziyyat fənni bu cür öyrənilməlidir. Belə deyək də, yəni hər bir bölməsi istisnasız analiz edərək, anlayaraq öyrənməyinizi tövsiyə edirəm. Niyə belə oldu, niyə belə oldu? Yəni düstur əzbərləməklə olmaz həqiqətən. Çünki elə məsələn müəllimlər var ki, elə də şagirdlər var ki, məsələn elə müəllimlər var ki, şagirdə düsturla öyrədir. Hər bir şeydə, yəni xüsusi hala kimi hər şeyi düsturla öyrədir. Elə şagird də var ki, hər şeyi düsturla öyrənir. Yəni bu halda budur, bu halda budur. Məsələn elə deyək də, məsələn mən hansı bölmələr olsun məsəl üçün trigonometriyada məsələn güvəndə milyon dənə düstur var. Hər cür düstur var da. Amma elə məsələn onların hamısı istifadə olunur deyə bir şey yoxdur. Orada elə düsturlar var ki, artıqdır yəni. Amma elə şahid var ki, bilmir neynəsin, hamısını əzbərləyir olan gedir. Amma elələr də var ki, bir-birindən çıxır. Məsələn bu düstur belə bir düstur verilib, bunun tərsinə çevirəndə başqa bir düstur alınır. Elə şahid var ki, hər ikisini əzbərləyir. Bilmir ki, bu sənə veriləndə avtomatik bu çıxır zaten. Elə ki, A bərabərdir B-ni ayrıca əzbərləyir. B bərabərdir A-nı ayrıca əzbərləyir. Belə olmaz, yəni A bərabər B-ni əzbərlə. Zaten B bərabərdir A, sonradan sənə çıxacaq belə formada izah edə bilərəm yəni. Hər şeyi əzbərləməyə qaçmayın riyaziyyatda. Çalışın ki, minimal əzbərləyin, maksimal araşdırıb öyrənin. Yəni belə bir formul verim sizə. Nəysə. Keçək ikinci başlığımıza. Axırda da bu öyrənmə məsələsindən biraz danışacağım. Hələlik bu qədər bəsdir. Vəsaitləri keçək. Hansı vəsaitlər ən yaxşıdır? İkinci başlığımız. Mən bura istifadə etdiyim vəsaitləri və dəftərlərimi qoymuşam. Gəlin baxın hansılardır. Bunu qeyd edin ki, bu toplular mənim deyil, qardaşımındır. Ona görə vəziyyətlər biraz ağırdır hal-hazırda. Deməli, birinci hissə riyaziyyat test toplusunu görürsünüz. Və burada isə ikinci hissə riyaziyyat test toplusunu görürsünüz. Bunları belə yerləşdirək. Yəni, ən məşhur vəsaitlərdə bunlar, riyaziyyat toplular. Hamını istifadə elədik. Belə deyim də, yəni, buraxılış imtahanına hazırlaşırsınızsa əgər, bu iki toplu sizə tam bəsdir. Bunu deyə bilərəm, yəni. Bloka hazırlaşırsınızsa, yenə tam bəsdir. Sadəcə bloka hazırlaşanda biraz da əlavələr lazım olacaq əlbəttə ki. Amma ümumi olaraq desəm, həm buraxılış, həm də bloka topludan kənar sual düşmür riyaziyyatda. Necə düşmür? Deyəcəksiniz, yəni 9 martda fərqli tip sual düşdü ki, məsələn o funksiya sualını nə qədər o funksiya sualını necə elədilər ki, belədir, elədir. Amma o funksiya sualı o qədər də ağır bir şey deyil. Yəni nə olsun ki, topluda eynisi yoxdur. Ona aid amma oxşar tiplər var da, yəni o nəyəsə gəlir, yəni orada üçbucaq gəlir, oradan da h kvadrat mn-dən yazılacaq sual idi. Yəni o sual çox şey elədilər ki, başqa mənbədən aldığım nədir? Amma məncə mən şey eləmirəm, yəni o sualı ki, yəni haqsızlıq deyil məncə həmin sual. Ümumi olaraq mənada demirəm, yəni məhz həmin sualı nəzərdə tuturam ki, o sualı haqsızlıq deyil məncə. İndi bilənlər bildi artıq hansı sual deyirəm 9 martda. Yəni deməyim odur ki, məsələn ora gətirirəm ki, topluluğunu işləyən şagird tamam fərqli bir sual tipindən qarşılaşan deyil imtahanda. Eyni tiplərdir, yəni toplu tipində düşür, ondan kənar sual düşmür. Yəni siz topluna yaxşıca tam işləmisinizsə, rahat olun ki, imtahanda yazacaqsınız. Yəni maksimumda yaza bilərsiniz. Hətta əgər o potensial sizdə varsa, tək toplu işləmisiniz və potensialınızda maksimumda yazacaqsınız. Yəni bu arada bu toplular biri 2023-dür, biri 2025-dir. Mən hazırlıq müddətində ikisini də istifadə eləmişəm. Yəni birinci hissə 2023-dən işlədik kursda. İkinci hissə isə 2023-dən də işlədik. Sonra 25-dən qalanını desən eləşdirib, əgər yadında qalmayıb. Amma ümumi olaraq yəni toplu işlədik də, yəni əsas olaraq. İndi siz də ildizdən asılı olaraq neçənci il nəşri olacağı ondan asılıdır. Məsələn, artıq bu il indi deyəsən yeni nəşrlər çıxara bilər deyim, şans var. Amma çıxarmasa 2025-də hələ ki bu dəqiqə ən son gün nəşr. Yəni əsas budur. Vəsait olaraq test topluları. Bunlar haqqında biraz danışdıq. Yəni test toplusu tam kifayət eləyir. İlindən asılı olmayaraq deyəcəm, amma indi lap köhnə 90-cı illərə getməyində indi mümkün qədər ən yaxın ili seçməyi tövsiyə edərdim. Sonra nə kitab var məndə istifadə edəcəyim? Baxın bu kitab var məndə bir də. Güvən kitabı, riyaziyyatın. Bu da test kitab deyil.
mütləq alıb işləyin deyərəmmi? Xeyr. Lakin işləsəz pis olmaz. Yaxşı kitabdır bu güvən kitabı və bu məndə hansı kitabdır? Qayda əlavə olaraq da deməli test tapşırıqları olan kitabıdır. Bu biraz köhnələn şeydir. Düzdür, əvvəl almışam bunu, mən 9-da almışam deyəsən. Yaxşı kitabdır. Biz kitab deyə xoşlayıram bu kitabı. Səliqəli dizaynı və s. Amma çox da məcbur deyil. Mən bunu məsələn tam işləməmişəm. Müəyyən hissələrini işləmişəm 9-da, amma 10-11-də demək olar ki, bunu işləmədim. Həm də ki, güvənin mən bir də o şeyini sevmirəm ki, güvən çox düsturçu, qayda kitabları var, yəni onun. Ona görə o qədər də sevmirəm, yəni güvəni. Çox düsturdur deyir, çox həqiqətən də. Burada trigonometriya hissəsinə baxdım, yəni baxmışdım belə deyək. Yəni hazırlaşanda çox artıq düsturlar var da, yəni həqiqətən dərslikdən kənar 1000 dənə düstur var, heç lazım da olmurlar sizə toplu. İndi mən özümdə var bir dənə vərəq, indi birazdan göstərəcəm. Yəni hər şey var burada, mənim bütün lazım olacaq. Bu buraxılış blok bəs eləyəcək düsturlar. Nəysə, bu kitab var idi belə məndə. Bunu da tövsiyə eləyərəmmi? Eləyərəm, amma mütləq verin. Vəziyyətiniz uyğunsa, vaxtınız da varsa, yəni işləməyə alıb işlətə bilərsiniz. Amma çox da məcbur deyil, yəni toplular tam bəs edir, yəni tapşırıq işləmək üçün. Bu məndəki buraxılış üçün idi, bunu da qeyd edeyim. 10 minutlik buraxılışa hazırlaşan şagirdlər üçün idi. Bunu da işləyə bilərsən, amma məcburi deyil, yəni buraxılışa hazırlaşanlar topluda tam bəs edir. Nəysə, indi keçək bir də bu vəsaitlərə baxaq, 20 sınaq vəsaitləri. Bunların ikisini işləyib tam bitirmişəm mən. Artıq saat 12 tamamdır, yuxum gəlir. Bu məlumatı nə edəcəksiniz bilmirəm. Nəysə, riyaziyyat 2 dənə kitab göstərək. Baxın bu kitablar. Biri buraxılışdır, bu buraxılış, bu da blok. Çox önəmli kitablardır həqiqətən. Tövsiyə elədiyim kitablardır mənim. Niyə tövsiyə edirəm? Çünki niyə də olmasın? Həqiqətən çox qəşəng kitablardır. Məsələn, baxın fizikadan mən tövsiyə eləmədim keçən videoda. Fizikadan dedim ki, 20 sınaq o qədər də önəmli deyil, çünki 20 sınaq tipi düşmür. Bəs buraxılışda necə? Məsələn, buraxılış imtahanına hazırlaşan, riyaziyyatdan hazırlaşan şagird, yəni bu kitabı alıb işləsinmi? Mənim fikrimcə, işləsə pis olmaz, amma çətindir. Həqiqətən çətin kitabdır. Və amma mən tövsiyə edirdim. Çünki 9 martda gördük də, yəni ətraflı suallar həqiqətən vaxt aparan və uzun düşdü və mən bu kitabı işləmişdim. Ona görə də hər növ suala belə deyək də hazır idim. Çünki bu kitabda həqiqətən çox uzun ətraflı sualları var. 20 sınaqda həqiqətən çox uzun ətraflı tipli suallar var. İşləsəz pis olmaz, tövsiyə edirdim. Amma vaxtınız yoxdursa əgər, çox da məcbur eləməzdim. Çünki həqiqətən səviyyəcə ağırdır. Buraxılış səviyyəsi budur deyə bilmərəm. Çünki bunun qapalı suallarında da həqiqətən ağır suallar var. Amma buraxılış imtahanında qapalı suallar əsasən rahat düşür. Yəni bizdə də elə idi. Bizdə sadəcə ətraflar dəhşət uzun idi. İşləyə bilərsiniz, tövsiyə edirəm. Yəni bu kitabı qəşəng kitabdır. Amma əgər blok imtahanı verəcəksinizsə, 1-2-ci qruplar xüsusən də bu kitabı mütləq işləsin buraxılış üçün olanı. Çünki onlara bloku da var, zaten bu kitab onlara blok üçündür, bir şey yaradacaq. Amma 3 və 4-cü qrupsuzsa, işləməsəz də olar. Əgər topları tam bitirmisinizsə, o zaman. Amma işləsəz pis olmaz. Elə bir kitabdır, yəni bu kitab biraz müəmmalıdır, yəni çətinlik səviyyəsi. Çünki tam buraxılış səviyyəsində deyil, çətindir həqiqətən. Bir də var blok üçün olan kitab. Bunu kimlər tövsiyə edirəm? 1-ci, 2-ci qrup şagirdlərinizsə bu kitabı mütləq işləyin deyərdim. Çünki blok imtahanı riyaziyyat birlikdə necə düşür? Çətin düşür həqiqətən. Asan deyil. Yəni vaxt aparan suallar olur. Ona görə mütləq işləyin. Bloka hazırlaşanlar hər ikisini tam bitirsin mütləq. Mütləq bitirsin. Çünki həqiqətən çətin düşür blok imtahanı. Mən tam bitirmişəm. Belə göstərim. Məsəl üçün işləyib bitirmişəm. Üstündə işlədim kitabın. Çünki məndən sonra artıq işləyəcək biri yoxdur bunları. Özü qardaşım işləyəcəm, o dedim təzə sınavlarda da üstündə işlədim ki, rahat olsun, bir də özüm yorulum. Nəysə. Bu iki kitabı da yadda saxlayın, yəni işləsəz qəşəng olar. Dimin özünün kitabları deyə güvənə bilərik, yəni başqa bir vəsait deyil, başqa bir nəşriyyat deyil. Dimin özünündür, OTK ilə birlikdə hazırlandı ona görə güvənə biləcəyimiz kitabdır. Çünki dimin adı var üstündə. Belə videomuz artıq nə qədər olub? 13 dəqiqə olub. Davam edə bilərik. Bunları bir də dəftərlərimi də göstərim. O formada davam edək, 3-cü başlığa keçək. Digər nəyi göstərmək istəyirəm? Dəftərlərimi. Ümumiyyətlə bir də mən nəyi qeydləmək istəyirəm sizə? Səliqə məsələsi. İndi elə şair var ki, səliqəli işlədir kitabların və ya dəftərləri. Məsələn, mən eləyəm. Mən həqiqətən kitablarımı, düzdür, bunlar mənim kitablarım deyil, ona görə biraz vəziyyətləri ağır ola bilər. Amma mən həqiqətən öz toplarımı da, qayda kitablarımı da, dəftərlərimi də səliqəli işlədən biriyəm. Məsəl üçün, nümunə kimi göstərim. Bunu göstərim. İndi bu mənim toplu dəftərimdir. Baxın, məsələn, natural dəllərdən başlayır burada. Məsələn, hər hansısa bir yerin açın. Məsələn, burada 3 bucaqlar bölməsidir. Məsələn üçün, sənlik qurmaqla məsələ həll olsun, bu formada yəni. Çevrəni açın məsələn burada. Baxın, məsələn, çevrə bölməsi bura. Baxın, bu formada. Yəni,
fikir verirsə mümkün qədər bacardığım qədər səliqəli işləməyə çalışmışam. Yəni çox belə qarışıq olmasın, mümkün qədər səliqəli görünsün, göz aşınsın. Məsələn, baxın burada kompleks ərəblərdir gördüyünüz kimi. Yəni bacardığım qədər səliqəli formada işləmişəm. Yəni bunu da tövsiyə edərdim əgər mümkünsə sizin üçün. Səliqəli işləyin. Çünki indi bilmirəm tək məndə elədir, yoxsa elə başqalarında da elədir. Məndə bir şey səliqəli olanda, ardıcıl olanda mən onu daha davam etdirməyə həvəsli oluram. Ona görə də yəni məndə burada hər şey davamlıdır. Məsəl üçün bu kitabın, bu dəftərə baxaq. Bu da mənim ikinci hissələrimdir deyəsən, yoxsa nədir? Hə, loqaritm bölməsindən başlayır, davamıdır test toplusunun. Belə göstəreyim. Bu formada davam edir. İntegral bölməsi və bitir sonunda da. Yəni belə bir şeydir. Mən demək istədiyim odur ki, yəni məndə belədir ki, məsələn, səliqə ilə davam edəndə mən burada məsələn bir bölmənin aslında natural dədilər qırmızı rənglə yazmışam. Altından yaşıl qələmlə yazmışam məsələn. Natural dədlərin onluq formada yazılışı və s. yaşılla. Altdan başlayıb göy qələmlə də tapşırıqlar işləmişəm. 1, 2, 3. Hər sualda bitəndə doğru cavabı yazıb belə dairəyə alıram. Məsələn, belə bir qaydam var idi. İlin ən başından ən sonuna qədər də belə eləmişəm, yəni tapşırıqları müəyyən bir nizamla da, yəni. O da mənə motivasiya verir. Bir də bunu da göstərmək istəyirəm sizə, çünki çox sevirəm bu dəftəri. Məktəb dəftərimdir mənim, dərslik dəftəri. 11-ci sinif, 10-cu sinif isə ümumiyyətlə belə bir şey də deyim ki, mən riyaziyyatdan 5-ci sinifdən bu yana 5 ilin 5-6-nı dəqiq bilmirəm. 7, 8, 9, 10, 11, yəni bütün riyaziyyat dərslərini tam işləmişəm. Bir dənə 11-ci sinifin axırıncı 10-cu bölməsini işləmədim mən. Biraz lazımsız bölmənin adı nə idi? Tənlik bərabər tənlik hərfləri. Düzdür, vacib idi. Onu artıq topludan işlədiyimə görə dedim işləməyim. Məsələn, baxın bu mənim dəftərimdir. Bura başlıqları yazmışam. Dərslik dəftərimdir mənim 11-ci sinif dərsliyi. Bəzətmişəm ki, həvəsləndim. Burada başlayır. Baxın, çox ədlidən başlayır. Hər bir bölmə burada qeyd etmişəm. Dərslikdəki bütün sualları işləmişəm. Və bu mənə böyük faydası dəyir. Bunu kimlərə tövsiyə edirəm? Dərslik işləməyə, bloka hazırlaşanlar üçün. Bloka. Məsələn, burada funksiya hissəsinə aid məsələn suallar var idi. Bu hansı bölmədir? Törəmən tətbiqi ilə funksiyanın qrafikinin qurulması. Yəni baxın, bir qrafiklər qurmuşam, heç birini saxlamadan. Yəni bunu qeyd edeyim. Bu hansı bölmədir görəsən? Bu da ki integral bölməsi. Yəni dərsliyi də mən işləmişəm 11-ci sinifi. Bunun da mənə böyük üstünlüyü oldu. Çünki riyaziyyat elə bir fəndir ki, nə qədər çoxlu test işləsəz, çoxlu mənbələrdən işləsəz, sizin üçün bir o qədər faydası var. Və mən blok imtahanı verəcəyimə görə dedim ki, dərsliyi də işləyim. Dərslikdə çünki fərqli tip suallar çoxdur. Həqiqətən dərslikdə aralara belə deyək, sərpişdirilən isbat sualları falan da çoxdur ki, blok imtahanı isə önəmlidir. Amma belə deyək, indi müasir dövrümüzdə artıq dərslik işləyən çox qalmayıb. Xüsusən də yuxarı siniflərin dərsliyindən işləmir demək olar heç bir şagird. Məsələn 9, 10, 11-də artıq dərslik qalır kənarda. Amma mən 9-da da, 10-da da, 11-də dərslik işləmişəm həqiqətən. Bir işləmişəm bölmələri. Bunun mənə faydası olubmu? Olub həqiqətən. Çünki məsələn inteqral dərsliklərini öyrənirdim. Sonra kursda həmin mövzunu keçirdik, paralelə düşürdük üst-üstə. Orada artıq mənim üçün rahat olur. Çünki bir dəfə dərsini işləmişəm, bazanı qurmuşam, təkrar kimi gəlirdi. Yəni tövsiyə edərəmmi? Əgər 1-2-ci qrupsuzsa tövsiyə edirəm ki, dərsliyi bacardığınız qədər işləyin. Amma tək buraxılış verəcəksə 3-4-cü qrupsuzsa işləməsəz də olar. Toplu bəs eləyəcəksə. İşləsəz lap mükəmməl olar, amma dediyim kimi 3-4 dərs üçün biraz vaxt itkisi ola bilər. Çünki dərslikdə həqiqətən suallar, uzun suallar var. Dəftəri də belə göstərim. Hə, bir də bunu göstərmək istəyirəm sizə. Bu da mənim bir vəsaitimdir. Bu mənim yol yoldaşım olub, yəni bu vərəq. Özümə yazmamışam bunu. Baxın, burada deməli düsturlar qeyd etmişəm gördüyünüz kimi. Trigonometriya düsturları. Bütün hamısı var. Baxın, bu qabağınızda görüntü verəcək bütün düsturlar var, trigonometriya düsturları. Bunlar sizin həm buraxılış, həm də blok imtahanlarına tam bəs eləyəcək trigonometriya düsturlardır. Dərslikdən götürmüşəm. Dərslikdəki bütün düsturlar burada var. Və bundan hətta bu ikisi artıqdır. Baxın bunu mən sonradan yazmışdım. Tangents alfa bölü 2-dən kotangents alfa bölü 2-nin düsturları. Bunları sonradan əlavə kimi yazmışdım, lazım olmuşdu. Onlardan başqa qalan hamısı dərslikdən götürülməlidir. Bu ikisi əlavədir. Yəni deməyim odur ki, buradakı bütün düsturları bir dəfə əzbərləyirsiniz. Bu dəqiqə əzbər bilirəm hamısını. Əzbərləyirsiniz həm buraxılışda, həm də blokda trigonometriyadan başqa bir yerdən sizə sual düşməyəcək. Nə mən düşməyəcək? Yəni başqa bir düstura ehtiyac qalmayacaq. Bunlarla həll oluna biləcək sual tipləri olacaq. Yəni bunu demək istəyirəm. Dərslikdən götürmüşəm bunları. Və bilirik ki, dərslikdən kənar sual salınmır. Bunu deyim, qeyd edir hər dəfə. Burada nə düstur var? Limit və törəmə. Bunları da dərslikdən götürmüşəm və tam bəs eləyən düsturlar, törəmənin bütün düsturları və limitin. Bir dənə inteqralı yazmamışam, ona ehtiyac duymadım, ilin axırı idi, artıq yorulmuşdum. Belə, amma bu dəftər mənim məsələn yol yoldaşım olub, həmişə üstündə gəzdirmişəm bunu, mən hazırlıqda da falandır, məktəbdə də lazım olub, yəni bütün düsturlar falan var burada. Tez-tez baxırdım, yadıma salırdım ki, əzbərliyim. Çünki həqiqətən trigonometriya elə bir bölmədir ki, trigonometriyada mütləq şəkildə lazımdır.
Trigonometriya mütləq şəkildə lazımdır əzbərləmək. Dediyim bayaqki videonun əvvəlində əzbər riyaziyyat biraz uzadı. Amma trigonometriya elə bir bölmədir ki, hər dəfə oturub düzdür mən bunların çıxarılışlarını bilirəm, amma hər sualda oturub düstur çıxarmaq biraz olacaq, uzun olacaq. Ona görə trigonometriyada əzbərləməyə üstünlük verərdim mən. Düzdür mən də əzbər xoşlamıram və buna görə trigonometriya mənim bəlkə də sevmədiyim mövzulardan biridir. Çünki həqiqətən araşdırma tipli suallar da olsa da əsasən düstura yığmaq və belə deyək də başqa tip həll olunur da suallar. Tam olaraq araşdırma deyil. Sən funksiyada bilirik ki, düstur yoxdur funksiya bölməsində. Analiz edilir, araşdıraraq həll oluna biləcək bütün suallar. Amma burada elə deyil axı. Mənə verəcək məsələn bu nəyə yığılır? Mən onun nəyə yığıldığını artıq düsturu bilməliyəm də. Düzdür, başqa yollarla da eləyə bilərəm, prosta uzun olacaq. Ona görə düstur burada lazımdır. Belə törəmədə də məsələn düsturları qaydasını bilməz ki, bu necə çevrilir. Onlar artıq lazımdır. Bəzi yerdə də həqiqətən lazım olur bu düsturları əzbərləmək. Amma daha hər yerdə düstura qaçmaq bu lazım deyil artıq. İstəyənlər olsa bu vərəqi şəklini mən çəkib məsələn göndərə bilərəm sizə. Instagramda mənə yaza bilərsiniz, altda qeyd edirəm videolarda. Oradan yaza bilərsiniz ki, bunun şəklini göndərə bilərəm və YouTube-da post kimi də paylaşa bilərəm əgər istəyirsiniz. Çünki həqiqətən çox dəyərlidir bu mənim üçün və atmağa belə deyək, qıya bilmirəm. Çünki bu yəni tam bəs edir də, həm buraxılış, həm də blok imtahanına düşəcək bütün trigonometri düsturam. Mən bura səliqəylə bir-bir yazmışam. Dərslikdəki bütün düsturlar burada var. Kənar bir şey də yoxdur əlavə. Yalnız həmin o iki düstur idi. Baxın bu düstur, bir də bu düstur. Qalan hamısı var. Yəni çox sevirəm ona görə bunu. Qardaşıma verəcəm bunu. Qoy işlətsin. Yoruldum. Bu qədər. Bu oldu vəsaitlər. Dediyim kimi, ümumi olaraq indi hansı vəsaitlər lazım oldu bizə? 2 dənə toplu götürürsünüz. Birincisi, ikincisi riyaziyyat topları. Sizə bütün il boyunca tam bəs edir. Onlar tam işləyən şagird buraxılışda gəlib maksimum yaza bilər bloku da. Çünki onlardan kənar tamam fərqli, belə deyək, tamam dəyişdirilmiş olan bir sual düşmür. Həqiqətən elədir. Toplular ən yaxşısıdır. Qayda kitabı da ki, dəqiq bir şey tövsiyə edə bilməyəcəm. Çünki mən riyaziyyat qaydalarını bir qayda kitabından oxuyan biri olmamışam. Mən dərsdən öyrənmişəm qaydaları. Ona görə burada xüsusi bir şey deyə bilməyəcəm sizə. Amma nə tövsiyə edirəm? Güvənən qayda kitablarını eləyə bilərsən, amma tam yenə tövsiyə edirəm. Çünki orada düsturla çox qaçılır həqiqətən. Amma Nicat Başsərənin qayda kitabı var idi bir dənə, bildiyim qədər. Düzdür, tam baxmamışam. Ondan da istifadə edə bilərsiniz. Çoxdur qayda kitabı. İndi baxın özünüzə uyğun hansı var. Dimin özünün də var idi məsələn. PDF-i var idi məndə. Dimin qayda kitabı idi, qalın bütün hər şey var idi içində. Onu da baxa bilərsiniz. Düzdür, o biraz köhnə idi, bilməm yenisi varmı. Nəysə. Keçək növbəti başlığımıza. Digər fənlərə nisbətdə riyaziyyat fənninə nə qədər vaxt ayıraq? Yenə buraxılış blok ayrı-ayrı danışacağam. Əgər 3-cü və 4-cü qrupsuzsa, riyaziyyat bir-ikisi 100 bal verir. Amma baxın, belə bir şey var. Riyaziyyat elə bir fəndir ki, ona axıra saxlayıb, çox az vaxt ayırmanla öyrəniləcəyiniz bir fən deyil. 3-4-cü qruplarsa, düzdür, 4-lərə deməyim, 3-cü qrupların işi biraz daha ağırdır. Çünki onlar tamamilə belə deyək, humanitar bir qrupdur. Riyaziyyat oradakı tək texniki fəndir. Yazdıq riyaziyyat qalıb orada. 3-cü qrupdan qorxulu rüyası, bu sözdə düşüb dilimə, riyaziyyat fənnidir. 3-cü qrupsuzsa əgər tövsiyə edərdim ki, riyaziyyat fənnini belə lap kənarda qoymayın. Lap çox da eləməyin. Çünki 100 bal verir sizə cəmisi, amma bacardığınız qədər bal da almalısınız. Ona görə də müəyyən qədər vaxt ona da ayırın. Məsələn, İngilis dilindən daha çox vaxt ayırın riyaziyyata. Məsələn, bunu qeyd edə bilərəm. 3-cü qruplar. Azərbaycan dilinə yaxın bir vaxt ayırmağınızı tövsiyə edərdim. Riyaziyyat fənninə 3-cü qruplara. Belə, yəni müəyyən bir vaxt ayırmaq lazımdır riyaziyyata. Çünki az bal verir deyib lap kənara da qoymaq olmaz. Az bal verir, lap çox üstünə də düşməyi də biraz uzadır. 3-cü qruplar üçün zaten biraz əziyyətdir. Belə. 4-cü qruplarda riyaziyyat yenə 100 bal verir. Onlar da belə lap kənara da qoymasınlar, lap çox da belə özlərini yormasınlar. Çünki yenə 100 bal verir. Əsas 1-2-ci qruplarda iş önəmlidir ki, 1-2-ci qruplarda riyaziyyat birinci qrupda da 150 bal verir blokda, 2-də də 150 deyəsən, eləmi? Riyaziyyat, tarix, 2-lərdən ayırdıqdan, deyəsən tarix 100 idi ikinci qrupdan, riyaziyyat 150 idi. 1-2-ci qruplar, bu sözüm sizədir ki, 1-2-ci qruplar, riyaziyyat sizin qalan digər fənlər arasında ən çox vaxt ayıracağınız fənn olsun. Ən çox vaxt ayırır, mənim də elə olub. Yəni, məsələn, Azərbaycan dilindən, İngilis dilindən, informatikadan və fizikadan daha çox vaxt ayırmışam mən riyaziyyata. Riyaziyyata daha çox vaxtım gedir mənim ümumiyyətlə hazırlıq müddəti boyunca. 1-2-ci qruplara bunu deyərdim. 3-4-lər artıq özləri onu şey eləsinlər. Əgər riyaziyyat anlayışları güclüdürsə, yaxşıdırlarsa, 4-lər çox vaxt bacarır, çünki onlarda biraz texniki fənlər var. 3-cü qruplar çətindir biraz. Əgər 3-cü qrupsunuz, amma riyaziyyat anlayışınız varsa, həqiqətən tuta bilirsiniz, mövzunu görürsünüz ki, istəyirsiniz ki, analiz edib öyrənə bilirsiniz, onda vaxt ayırın müəyyən qədər. Bacara bilərsiniz. Yox, heç cür alınmırsa artıq kənara qoya bilərsiniz. Tövsiyəyə baxdasan. Amma elədir həqiqətən. Çünki çox artıq alınmayandan sonra bir yerdən sonra özünüzə əziyyət verildikcə alın. Çünki riyaziyyat həqiqətən az vaxt
element idi. Gərək oturub buna çox yüklənəsiniz, özünüzü yorasınız. O da artıq sizin vaxtınız qalmayacaq tarix əzbərləməyə. Çünki 3-cü qrup həqiqətən işi genişdir. İşi çoxdur. Ona görə riyaziyyat da vaxtı aparan bir fəndir. Ona görə orada bir qərar qəbul etmək lazım olur. 4-lər zaten çoxlar bacarır riyaziyyatla. Onlar biraz texnikdir. Nəysə. Əsas sözüm olar ki, əgər 1-ci, 2-ci qrupsuzsa riyaziyyata dəhşət çox vaxt ayırmaq lazımdır. Yəni, çünki əsas balı o verir. Təsəvvür edin 700 balın 250-sini riyaziyyat verir. Təsəvvür edin necə böyük bir şeydir bu. İnformatika cəmsi 100 bal verir, amma riyaziyyat 250 bal. Ona görə də riyaziyyatda indi informatika nəqdini hava idi burada. Amma riyaziyyatdan belə deyil, 250 bala görə riyaziyyata həqiqətən çox vaxt ayırmaq lazımdır. Çox önəmlidir riyaziyyat sizin üçün. 1-2-lər. Mən də həqiqətən riyaziyyata çox vaxt ayırmışam. Bu qədər məncə bəsdir. Və keçirik 4-cü başlığımıza. Əlavə tövsiyələr, öz istifadə etdiyim taktikalar. Və bununla da videonu bağlayacaq. 25 dəqiqə olub deyəsən. Əlavə nə tövsiyə edərdim sizə? Əlavə nəyi tövsiyə edərdim? Məsəl üçün, burada sizə nələr tövsiyə edərdim? Bundan sonrasında əsasən 1-2-ci qruplar üçün belə deyək, tövsiyə kimi olacaq bu hissə. Nəyi tövsiyə edərdim? Riyaziyyatı anlayaraq öyrənməkdən danışdıq ki, riyaziyyatı anlayaraq öyrənmək lazımdır, dərk eləmək lazımdır və s. Məsəl üçün, funksiya bölməsi üzərindən nümunə göstərib. Məsələn, funksiyanı heç sevməyən şagirdlər var ki, məsələn, heç başa düşə bilmirəm deyir də bu funksiya bölməsini mən necə edeyim? Məsələn, mən də tövsiyə edirəm ki, həmin şagirdlərə funksiya bölməsini öyrənmək üçün nə etmək lazımdır? Məsələn, hər sualın qrafikini çəkmək lazımdır. Məsələn, bu biraz fikir kimi gəlir. Düz olmayan bir fikir kimi gəlir. Çünki hər sualda qrafik çəkmək biraz uzundur. Amma şagird anlamalıdır ki, istənilən funksiyanın qrafiki var. Bunu bilməlidir. İstənilən funksiyanın qrafiki var. Funksiyanın qrafiki necə qurulmalıdır? Hansı funksiyanın qrafiki necə qurulmalıdır? Məsələn, xüsusi funksiyaların qrafikləri bir-birindən o çevrilmələr necə baş verir? Dərslikdə çox qəşəng suallar var funksiyaların qrafiklərinin çevrilmələrinə aid. Çünki çox şahid oradan xəbər yoxdur, işlənir. Məsəl üçün, orada o qədər sual var qrafik qurmağa aid, dəhşət çox sual var dərslikdə qrafik qurmağa aid. Məsələn, 8-də kvadrat tənliyin qrafikin qurulmasına dəhşət çox sual var. 9-da funksiya, 9-da yox, 10-da funksiya bölməsi var, ilk bölmə odur. Orada qrafik qurmağa suallar var, çoxlu çevrilmə, qrafiklə çevrilməyə aid suallar var. O bir də yenə çox ədillərin funksiyalarının qırılmasında, qrafiklərin qurulmasında suallar var. Yəni, tövsiyəm budur ki, onlara öyrənərkən çalışın ki, araşdırın. Sualda sən onu istəməyə bilərsən, yenə də araşdır. Müxtəlif yollarla həlləməyə çalış o sualı ki, anla ki, bu sual nə deyir sənə. Yəni, özünə ən uyğun o yolu tap. O, belə deyək də, o anla onu nə demək istəyirsə səndən. Məsələn, indi də elə şahidlər görək. Məsələn, bu funksiyanı bilirik, tutaq ki, də yazır təxmini bir şey. Amma tam dərk edəmək ki, o funksiya nədir? Niyə bu nöqtə burada kəsişləyən? Nə deməkdir? Yəni, bu anlayışı dərk edə bilməyən şahidlər var. Ona görə tövsiyəm odur ki, çalışın ki, onu dərk edin, o məntiqi tutun. Məsələn, istənilən tənliyi də siz qrafik qrup həlləyə bilərsiniz də həqiqət ədədlər çoxluğuna nəzərdə tuturam. İstənilən tənliyi məsələn qrafik qrup həlləyə bilərsiniz. İstənilən bərabərsizliyi qrafiklə həlləmək mümkündür. Yəni bunu anlayanda hətta şagird şey edir. Çünki istənilən tənliyi qrafik funksiyanın qrafiki, ümumiyyətlə qrafik anlayışı çox riyaziyyata önəmli və çox səmərəli bir üsuldur. Mən çox xoşlayıram. Məsələn, bizdə hazırlıqda da uşaqlar məsələn C ilə həll edir, cəbri üsulla həll edir sualları. Amma mən cəbri üsul mənim məsələn tutaq ki, xoşuma gəlməyib, araşdırmaq istəyirəm ki, bu nədir də? Yəni oturub qrafik qururam özüm üçün belə tutaq ki də və orada araşdırıb baxıram ki, hə, doğrudan bu tənliyin 2 kökü var imiş. Məsələn, blok imtahanında bizə bir sual düşmüşdü, loqaritm sualı idi deyəsən. Hə, loqaritm sualı idi. Mən o sualı həlllədim, 2 dənə cavab aldım. 4 və 4-də 1 idi ya 2 və 4-də 1 nəysə, məncə belə ikinci şans imtahanı 12 yox. Həmin sual həllədim, ürəyim qaldı ki, birdən üçüncü bir köklü olar. Məndən köklər asilini soruşurdu. Yenə də oturdum, başladım qrafik qurdum, təxmini bir qrafik qurdum. Gördüm ki, qrafik təxminən belə bir şey olmur. Sonra o birisinin qrafikini qurdum. Gördüm ki, hə, var 2 nöqtədə kəsirdi. Deməli bunun 2 dənə kökü var imiş. Mən də ikisini tapdım, bitdi. Dəqiqləşdirdim ki, tapdığım kök elə tam köklərdir. Başqa kök yoxdur. Amma ürəyimdə qalmışdı ki, bəlkə üçüncü bir kök var, mən bilmirəm. Baxın, o qrafik mənə orada araşdırmaq mənə kömək edir ki, dəqiqləşdirdim ki, cavabım düzdür. Yəni bu tip araşdırmaq artıq riyaziyyatın biraz yuxarı səviyyəsidir ki, artıq siz riyaziyyatı həqiqətən anlayırsınız, dərk edirsiniz. Deməyim istədiyim budur. Amma hər şahid onu eləyə bilmir, yəni ki, tuta bilmir məntiqi ki, mən nə edeyim. Yəni çünki əvvəldən o bazası zəif olub və tam dərk eləyə bilmir ki, riyaziyyatın o şeyi nədir, yəni. Belə, dərslikdə bunu qeyd edeyim ki, çoxlu tətbiq tapşırıqları olur, o sonlarda maraqlı. Mən onları da işləmişəm, məsələn, arıların artma əmsalı falan da, nəsə bu tip maraqlı şeylər var idi. Dərslikdə onları da mən işləmişim, onların mənə faydası çox oldu. Maraqlı suallar oldu. Məsələn, belə bir ev şəkli verib, deyir, bu evin həcmini tap, deyir, silindirin içərisindən belə bir konus kəsilib çıxarıldı, qalan hissəyə su doldururuq, onun kütləsində belə də maraqlı, çox qəşəng suallar var. Məsələn, törəmə mövzusunu öyrəndə, onu fiziklə əlaqələndirilib, burada öyrədirlər, dərslikdə var idi ki, məsələn, biz deyirik ki, yoldan törəmə alındı sürəti verir bizə, x-in törəməsi məsələn,
sürət verir, sürətin törəməsi təcili verir. Məsələn, ona aid orada izah vermiş ki, niyə belədir, hardan gəlir, törəmənin məntiqi nə deməkdir, o niyə toxunandan danışırıq orada, integral niyə sahədir və yaxud məsələn orada var idi, düzdür imtahana düşmür, fırlanma fiqurlarının integralla həcminin hesablanması var idi orada, düzdür düşmür, amma onu işləmişdim mən. Məsələn, niyə belədir, yəni o niyə sualın izahı dərslikdə həqiqətən çox qəşəng verilir. Belə, deməyim odur ki, çalışın ki, riyaziyyat öyrənərkən hansı mövzu olursa olsun, məntiqin tutun, heç bir mövzunun üstündən keçməyin, bazarınız güclü olsun, belə deyək də, çalışın ki, o analiz bacarığınız güclü olsun, sualı tam belə anlayın, məntiqin tutun ki, bu sual məndən nə istəyir. Düzdür, müəyyən bir yerdən sonra artıq gecə olur. Məsələn, elə şagirdlər var ki, 10-cu sinifə qədər zəif gəlib, 10-cu sinifdə birdən-bir öyrənmək çətin olur. Çünki sürətli keçirsə mövzuları, şagird natural nə olduğunu tam anlamayıb, artıq buradan törəmənin tətbiqi məsələ həllini çatıb. Yəni təsəvvür edin, məsələn, demişkən törəmənin tətbiqi məsələ həlli var idi orada, həqiqətən ağır bölməkdir o, dəhşət ağır bölmədir, maraqlı bölməkdir hətta. Yəni şagirdlərdə başa düşürəm, həqiqətən hər şagird anlaya bilmir. Çünki ağır yerlər var riyaziyyatda, çox ağır tipli suallar da var. Amma 1-2-ci qruplara tövsiyə edirəm ki, ağır tipli suallarla məntiqin çalışın ki, tutun. Çalışın ki, o məntiqi tutun, yəni önəmlidir. Çünki çətin düşür həqiqətən. Blok imtahanları asan düşmür. Belə. Bəs bizim ildə necə düşür? Əvvəlki illərə baxanda eyni səviyyə, mən belə deyərdim. Əvvəlki illərə baxanda bizim blokumuz eyni səviyyədə idi, çox çətin də deyildi. Hətta ikinci şans məncə mənə biraz daha asan gəldi, amma bilmirəm, tam asan idi mi? Mənə bəlkə asan gəldi, çünki stressiz idim ikinci imtahanda. Və ikinci imtahan daha çox yaxşı keçdi və ümumilikdə 682.5 bal topladım. İndi ixtisas seçimini gözləyirəm. Bu qədər. Videomuz bu qədər oldu məncə. 30 dəqiqəni biraz keçdi artıq. Başqa nəsə qaldı mı ürək sözüm falan deməyə? Son olaraq da deyim ki, yəni hazırlıq prosesi çətin bir prosesdir. Keçən videoda bundan demişdim. Yəni yorulacaqsınız, çətinliklər olacaq, amma üstəsindən gələ biləcəksiniz, inanıram. Yəni özünüzü də çox eləməyin, çox da yormayın. Amma əgər 11-ci sinifsizsə bu il hazırlaşın, var gücünüzlə hazırlaşın. Çünki mən 11-ci sinifdə həqiqətən 11 deməyim, mən 10-cu sinifdə dəhşət çox yorulmuşdum. Çünki mən 10-cu sinifdə, mən məsələn belə deyirəm, bir də bunu da demək istəyirəm sizlərə, məsələn mən əvvəldən bildim ki, mən 11-ci sinifdə məsələn mənim işim çox da yorulacam. Nə elədim? Aldım 11-ci sinif riyaziyyat dərsini, yayda işləməyə başladım və ilk 5 bölməni tam işləyib bitirdim. Təsəvvürləyin. 5 də deyil hətta. Bir dəqiqə hara gəlib çatmışdım mən. 10 bölmə var idi deyəsən. Bir dənə baxın buradan. Bölmələrin adlarını tanış gələcək mənə. Fırlanma fiqurların həcmi, törəmə funksiyası. Baxın 7-ci bölmə. İlk 6 bölməni tam bitirdim. Təsəvvürün yayda 90 gün ərzində. 10-cu sinifdən 11-ə keçən o aralıqda yayda var. 10 dənə bölmədən 7-ci bölməyə kimi gəlib çıxmışdım mən dərslikdən. Niyə elədim bunu? Ona görə dedim ki, mənim dərslik müddətində vaxtım az olacaq. Mən çatdıra bilən deyiləm. Dərsliyə paralel toplu işləyib, boy buraxılışa bloka azlaşma. Əvvəldən işlədim ki, bazamı güclü qurum dərsliklə. Sonra mən törəmə keçəndə çətin olmasın, anlayışım olsun. Elə də oldu və mən çox da köməyimdə idi. Çox da belə deyil, köməyi də idi mənə dərsliyin. Belə. Nəysə, artıq bugün məsələn iyulun ayının artıq 30-una keçdik, saat 12-yə işləyib, daha doğrusu 1-ə işləyib 20 dəqiqə. İyulun 30-da artıq hazırlıqların başladığı dövrdür. Elə bu videoda çalışdım ki, elə həmin aralığa salım ki, hazırlığa sizə belə deyək, motivasiya olsun və kömək kimi olsun bu videolar. Bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm. Əgər bura kimi tam izləmişsinizsə videonu, həqiqətən halal olsun, çünki biraz uzun oldu videomuz. Hamıya uğurlar arzulayıram və riyaziyyatla bacara bilərsiniz, inanıram. Mənim tövsiyələrim bu qədər oldu. Yəni mənim dediklərimə əməl etsəz, əgər potensialınız da varsa maksimumda yazacaqsınız riyaziyyatı. Əgər potensialınız biraz azdırsa, çalışırsınız amma alınmırsa, mənim dediyim tövsiyələrlə biraz da balınızı məncə yuxarı qaldıra bilərsiniz. Çünki mən tam səmimi şəkildə bütün fikirlərimi dedim. Son olaraq riyaziyyat müəllimlərimə buradan təşəkkür edeyim. Az qalsın yadımdan çıxmışdı. Müəllim seçiminin də önəmi çox böyükdür hazırlıq prosesində. Amma yenə də dediyim kimi, əsas şey şagirdin üstünə düşür. Çünki şagirdin özünün belə çalışma şeyi olsa, öz prinsipləri olsa, öz qaydaları olsa, həqiqətən nəticə yüksək olur. Amma müəllimlər də, müəllimin də güclü olmasının önəmi çoxdur. Məsələn, mənim müəllimlərim, hazırlıqda kursda müəllimlərim güclü olub məktəbdə məsəl üçün. Ona görə onları dəstəkləyə bilirdim. Yəni bütün bunlar hamısı birləşib yüksək nəticəyə gətirib çıxardı. Məktəbdə riyaziyyat müəllimim Vəfa müəllimdir. Ona buradan əgər videonu izləyirsə, salam göndərirəm. Kursdan isə Vəfa müəllim. 11-ci sinifdə onunla hazırlaşmışam. Vəfa müəllimə buradan təşəkkürlərimi bildirirəm, salamlarımı göndərirəm. Və 9-da Gülnar müəllim keçib mənə riyaziyyatı. Ona da buradan təşəkkürlərimi bildirirəm, salamlarımı göndərirəm. Bu qədər. Videomuz bitdi. Artıq bəs yavaş-yavaş yığışaq. Videonu bəyəndinizsə like atın, zəhmət olmasa. Kanala abunə olun. Növbəti videolardan xəbərdar olmaq üçün də orada zınqrov işarəsi var. Bilmirəm, axı ona nəsə eləyirsiniz və növbəti videolar paylaşdıqda sizə xəbər gəlir.
Bu qədər təşəkkür edirəm izlədiyinizə görə. Gələn videolarda görüşənə dək hamıya uğurlar arzulayıram. Sağ olun.